Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən rəqəmsal transformasiya və media mövzusunda 2-ci Azərbaycan-Özbəkistan Media Forumunun açılış mərasimi olub. Forum Azərbaycan və Özbəkistan arasında media sahəsində əməkdaşlıq əlaqələrinə həsr olunmuş video şərhlə başlayıb. Havalasız qardaş Azərbaycanlı dostlarımızın yurdumuz zəminəyə səmimi kütləşdən beynəlxalq məmnunum. Yaşasın Özbəkistan, Azərbaycan. Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmailov forum iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycan və Özbəkistan xalqları arasında olan tarixi bağlar bugün Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev və Özbəkistan Respublikasının prezidenti Cənab Şəfqət Mirzoyevin güclü siyasəti, iradəsi, uzaqgörən liderliyi nəticəsində yüksək mərhələyə çatıb. Forumda çıxış edən Özbəkistan Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsinin sektor müdiri Dilşod Saycanov iki qardaş ölkə Azərbaycan və Özbəkistan arasında media sahəsində əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib. Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov qeyd edib ki, rəqəmsal medianın inkişaf audiovizual məzmununun istehsalı və müvafiq sahənin tənzimlənməsi istiqamətində yeni yanaşmaların tətbiqini tələb edir. Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Baxrom Aşrafxanov diqqətə çatdırıb ki, informasiya və media sahəsində əməkdaşlıq iki ölkə arasında strateji tərəfdaşlığın mühüm istiqamətlərindən biridir. Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru Nozima Muratova isə forumun həm elmi müstəvidə, həm də praktik sahədə əhəmiyyətini vurğulayıb. Qeyd edək ki, forum rəqəmsal dövrdə media tərəfdaşlığı, informasiya təhlükəsizliyi istiqamətində birgə təşəbbüslər və rəqəmsal informasiya mühitində etik məsuliyyət mövzularında panel sessiyaları davam etdirəcək. Bir neçə ildir ki, silsilə tədbirlər həyata keçirilir. Bura daxildir forumların keçirilməsi, jurnalistlərin mübadiləsi, mətbuat katiblərinin deməli mübadiləsi, müxtəlif səfərlər və konferansların təşkili. Bugün Azərbaycanda keçirilən 2-ci Özbəkistan-Azərbaycan Media Forumudur. 1-ci forum Özbəkistanda olmuşdu. Orada əsas mövzu dezinformasiyaya qarşı mübarizədə hər iki ölkənin mediasının səylərinin birləşdirilməsinə həsr olunmuşdu. Bugün isə həmin mövzunun bir növ peşəkarlıq müstəvisində davamı olaraq rəqəmsal transformasiya və media məsələləri müzakirə olunacaqdır. İki panel deməli sessiya nəzərdə tutulubdur. Burada hər iki ölkənin ekspertləri, beynəlxalq səviyyəli deməli jurnalistlər iştirak edəcəkdir və jurnalistikanın qarşısında duran rəqəmsal mühitdə vacib məsələlər geniş müzakirə olunacaqdır. Səbinə Hüseynli, Rəsul İsayev, Səs TV xəbər.